Bu məlhəmimiz bizim təzədir. Üzdə olan çapıqları götürür, yaranı sağaldır, bədəndə olan yaraları sağaldır, qırışları götürür, ləkəni götürür. Çox gözəl dərini gözəlləşdirir. Başqa bir məlhəmimiz bizim sədəf xəstəliyində istifadə olunur. Kəpəyi götürür, qaşınmanı götürür, ləkələri götürür. Başqa bir məlhəmimiz bizim prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, cinsi gücü artırır, qan dövranını yaxşılaşdırır, qanın faizini artırır, qaraciyər təmizləyir. Başqa bir məlhəmimiz bizim baş ağrıları üçündür, miqren xəstəliyi üçün. Güclü baş ağrılarında istədirsən, alın və boyun nahiyəsini çəkirsən, masaj edirsən, ağrını aradan qaldırır. Digər bir məlhəmimiz bizim yüz dərisini gözəlləşdirməkdir, qırışları götürür, dərini gözəlləşdirir, ləkələri və civzələri. Bizim təbii ki, oynaq xəstəlikləri üçündür. Çox həm osteoxondrozda, yırtıqda, artrozlarda çox gözəl, revmatizmdə çox gözəl effekt verir. Başqa bir məlhəmimiz də bizim burada gördüyünüz kimi, o da varikoz damar xəstəliyində çox gözəl effekt verir. Onu şiddət damarlarda olan ağrını götürür, hərəkət fəaliyyətinizi artırır.